Aha. Dostlar, deməli dediyim kimi keçən dəfə shortda da qeyd eləmişdim ki, bir ətraflı bir video çəkəcəm. Hansı məhsullar almışam onunla bağlı. Deməli videonu çəkirəm, göstərirəm sizə qiymətlərini falan filan. İlkin olaraq nələr lazımdır hamısını göstərəcəm sizə. Deməli dostlar, mən ilk nə aldım? Belə bir gel almışam. Duru geldir. Ronel və araşdırdığıma görə bu gellər içərisində yəni çox keyfiyyətlilərindən sayılır da, yəni daha bir ucuz bir məhsul deyil. Yəni və yaxud da keyfiyyət cəhətdən çox tərifləyirlər bu Roneli. Instagramda və ya YouTube'da Ronel'in özünün ayrıca bir səhifəsi də var dostlar. Baxa bilərsiniz, orada Ronel'in bütün məhsullarını paylaşırlar. Hətta mən oradan da baxıram. Və bəzən dizaynla bağlı və yaxud da taktika ilə bağlı məlumatları da həmin səhifədən öyrənirəm. Yəni geli necə sürtmək olar, dırnağa necə yapışdırmaq olar, tipsin istifadəsi və ya gel, poligel ilə bağlı digər məlumatlar almaq üçün deməli nələr necə etmək lazımdır, prosedur onunla bağlı materialları yəni öyrənməklə bağlı baxıram Ronel'in videolarına. Belə şəffaf bir geldir. Bunu açıb göstərərəm mən sizə. Görün belə. Belə bir dostlar gelin tərkibi var. Göstərəcəm mən sizə artıq müəyyən qədər görürsünüz. Belə duru bir geldir. Sonradan belə tutaq ki gel alırsınız, duru çıxır. Onun biraz matlaşması ilə də bağlı mən məlumatlar öyrənmişəm ki, necə etmək olar ki, biraz onu matlaşdırmaq olar, yəni biraz qatılaşdırmaq olar daha doğrusu. Onunla da bağlı yəni öyrəndiklərimi də etap-etap sizlə bölüşəcəm. Dostlar, bir yerdə öyrənək deyə. Yəni bəlkə yeni başlayan, məndən daha artıq bilən kimlərsə ola bilərsə böyük məmnuniyyətlə, yəni mənə də şərhlərdə yaza bilərsiniz. Mən də öyrənmək istəyirəm. Belə bu şəkildə. Hə, bunu aldım. Bu adi bildiyimiz duru geldir. Bu poligeldir. Daha mat, daha necə deyim, dırnağın formasını bundan almaq daha rahatdır da. Belə bir elə üzdə görsənən bir yapıya sahibdir. Rəngi bu formadadır. Elə rəngi də bu rəngdir. Belə bir gel almışam. Bu poligeli istifadə eləmək üçün belə bir tipsi almışam. Belə bir tipsi var. Bu tipsini açım mən sizə göstərmək istəyirəm dostlar. Baxın, belə bir görsünüz tipsidir. Görsünüz burada. Və bilməyənlər üçün deyim ki, burada nömrələr olur bütün tipslərin. Formaya uyğunlaşdırırsınız, dırnaq uyğunlaşdırırsınız bunu. Bəzilərində ola bilər ki, misal üçün mənim bacımın dırnağı ilə, mənim bacımın dırnağı daha enli dırnaqdır. O bəzən yerləşmirsə, misal üçün daha böyüyü burada bu nömrədir, ən böyüyü. Tutaq ki, bu belə yerləşmirsə də, mən bunu buradan kəsirsiniz. Bu hissəsini qayçı ilə kəsirsiniz, dırnağı yerləşdirirsiniz. Bu zaman enlənir, bu dırnağı yerləşdirmək olur. Bundan forma verirəm mən dırnaqlara. Kağızdan almamışam forma vermək üçün olan. Ondan almamışam. Bundan almışam və bu mənə çox kömək olur. Ümumiyyətlə bütün dırnaqlarımı hal-hazırda əlimdə gördüyünüz, baxın bu dırnağı mən özüm etmişəm. Görürsünüz yəqin ki. İndi nə qədər səhvləri ilə, amma bu dırnağı özüm etmişəm. Bax, görürsünüz belə. Dırnağın formasını da sırf bu tipslərlə etmişəm. Çox keyfiyyətli tipsdir. Mən çox bəyəndim. Bunun digər növləri də var. Ondan da alacağım. Sizə göstərim. Plastic Form Elegant Georges budur. Bunu səhv eləmirəmsə ki, bunu 7 manat almışdım. Yoxsa 5 manat almışdım. Bunun qiyməti belədir. Göstərim sizə bu kistiçkanı da hansıdır. Çox kömək eləyir mənə. Ayrı bir vasitəyə ehtiyac yoxdur. Belə. Aha, belə bir kistiçkadır. Görürsünüz kistiçkasını. Yəni bunu dünən istifadə eləmişəm. Belə görürsünüz. Belə bu şəkildədir. Çox mənə kömək olur. Belə tuturuq. Qapağı da var. Çox mənə kömək olur. Bundan istifadə edirəm. Digər əlavə kistiçkalar almamışam dostlar. Çünki mən yeni başlayıram hələ yeni öyrənməyə, yeni
yəni qədəmlərimi atmağa, yeni məsələləri öyrənməyə başlamışam. Ona görə də indi sonda mən sizə deyəcəm ki, ümumiyyətlə bu ləvazimatların qiyməti və aparatlarla bir yerdə mən nə qədər xərclədim. Məlumatını verəcəm mən sizə. Daha sonra bu 2 dənə belə pilka deyək də bunlardan almışam. Ən çox sevdiyi bu oldu. Mən bunu sonradan almışdım. Yadivanın da çox belə möhkəmdir. Bu duru geli üçün bundan istifadə etmək, zinger istifadə etmək olar. Bu 100-ün 180'e olan bu pilkasını almıştım. Ama poligel için daha belə möhkəm, yəni bir pilka istifadə etməyinizi məsləhət görərdim. Yəni mən poligeldə, yəni bu poligeldə əsasən bu pilkanı istifadə edirəm, ağ pilkanı. Belə dırnaq ətlərini, dırnağın, yəni bunlar mütləq birinci etapdan belə mütləq alınmalı olan vasitələrdir. Yəni belə deyim. Birinciden başlayırsınız. Bak, ilk dırnağınıza başlayırsınız. Birinci ne almalısınız? Bak bunlar onlardır. Ki birinci almalısınız. Yeni öyrənirsiniz. Yəni təbii ki, mən tutaq ki, gel sürtməyi yeni öyrənirəm. Mən bu kistiçkaların növbə-növünü və ya da tipsinin mən növbə-növünü mənim üçün almağın bir o qədər əhəmiyyəti yoxdur da. Çünki mən yeni öyrənməyə başlayıram. Yeni hələ qədəmlərimi qoyuram. Deməli, sonra belə bir kusaçka almışam. Yəni bu kusaçkanı dırnaq ətini təmizləmək üçün olan belə bir vasitədir. Əslində çox itidir. Düzdür, normalda deyirlər ki, Stylex'dən alsanız, Stylex Pro ən yaxşı belə ləvazimatlar hesab olunur. Amma onlar biraz daha bahadır, 15-20 manatdır. Düşünürəm ki, yəni mənim kimi mən yəni özgə dırnağı etmirəm də, yəni belə deyim ki, mən professional şəkildə işləmirəm. Mən sadəcə evdə özümün dırnaqlarımı edirəm, bacılarımın dırnağını edirəm. 4 bacım var məndən başqa. Bacılarımın, anamın dırnağını edirəm. Yəni ona görə mənə professional şəkildə öğrenməyimə, yəni bir ehtiyac, professional bir şəkildə ləvazimatlar almağıma ehtiyac yoxdur deyə düşünürəm. Bu da həmçinin bunu da almışam. Çox nazik ucludur. Mən açığını desəm ki, mən solaxayam. Məndə biraz dırnaq ətini təmizləmək bu kusaçka ilə mənə bir çətinlik törədir. Çünki solaxay olduğundan sağ əlimlə işləyə bilmirəm. Ona görə də daha çox bundan istifadə edirəm. Bu mənim üçün daha rahatdır. Ümumiyyətlə dırnaq qaynağı prosesində ən önəmli bir prosedurlardan biri də manikürdür. Manikür çox səliqəli olmalıdır. Dırnağın ətləri çox səliqəli təmizlənməlidir. Məndə burada görürsüz biraz naşılığımı, burada biraz gel axıb və yaxud da dırnağımın ətini təmizləyəndə burada biraz qanatma olub. Yəni bunlar da xırda məsələlər. Əslində xırda məsələlər deyil, sadəcə təcrübə tələb olunan bir məsələlərdir. Daha sonra baxın dostlar, burada belə bir ləvazimatlar almışam. Dırnaqdan geli təmizləmək üçün belə bir keramikadan olan vasitələr almışam. Bunların hər birini səhv etmirəmsə 2 manat almışdım. 2 manat yoxsa 3 manat almışdım. Bu sarı çox güclüdür. Ona görə bununla edəndə biraz dırnağı zədələmiş olursunuz. Ona görə də çalışın birincidən belə mavi olanlarla başlaya bilərsiniz və mavidən də əlavə bu dilikləri biraz daha az olanla belə frezerlərdən, frezer başlıqlarından bu ala bilərsiniz. Düzdür, alanda aparatı dırnaq təmizləmək üçün, geli təmizləmək üçün, qaynağı təmizləmək üçün aparatı içərisində olacaq. Amma onların biraz sürəti çox zəif olur və təmizləmə keyfiyyəti yaxşı olmur. Ona görə də bunlardan ala bilərsiniz. Mən çox razıyam. Amma dediyim kimi bu sarı olanı çox istifadə etmirəm. Çünki hələ yeni yenə də əlim öyrəşməyə başladığından bəzən dırnağın üstündəki qaynağı çox dərindən götürüb dırnağı zədələyə bilərəm. Ona görə də bundan istifadə etmirəm. Bu sarını yalnız dırnağın içərisini, baxın bu hissələri təmizləyən zaman istifadə edirəm. Bax görürsünüz, bax bu hissələrin dırnağın içərisini təmizləyən zaman istifadə edirəm əsasən bu sarıdan. Bu göy rəngdə olandan isə dırnağın üzərindəki bu gel təbəqəsini təmizləmək üçün istifadə edirəm. Belə bu şəkildə. Sonra belə bir şey almışam. Bu göy rəngli belə bir başlıqdır. Baxın bu şəkildə olan bir başlıqdır. Bu dırnaq ətlərini təmizləmək üçündür. Tutaq ki, kusaçkadan istifadə edə bilmirsə, kəsə bilmirsə bundan istifadə edə bilərsiniz. Amma ehtiyatla davranmaq lazımdır. Dərini zədələməmək lazımdır.
Bu dırnaq altını təmizləmək üçün nazik bir başlıq. Bunların hər biri çox keyfiyyətlidir bu arada. Həm göy, həm də qırmızı olanı. Bu dərin altını təmizləmək üçündür. Yəni bu yeri açmaq üçündür. Baxın bu hissəni belə bura hissəni açmaq üçündür. Yəni dərin altını təmizləmək üçündür belə bir növ. Daha sonra çox lazım olan bir şeylər. Bu baza geldir, sonra primerdir. Primer olaraq bütün demək olar ustaların işlətdiyi. Bu Nocticadır, bu primerdir. Kislotный primer, beskislotный primerdir. Demək olar bütün ustalar da bu primerdən istifadə edirlər. Mən də bu primerdən almışam. Və yenə də demək olar ki, bütün ustaların istifadə etdiyi Coty'nin belə baza və topu var. Bunları almışam. Bu bazasıdır, bu da gelidir, üzr istəyirəm, topudur. Mütləq şəkildə, yəni alınmalı olan vasitələrdir. Bunlar mütləq alınmalıdır. Primerdir, top, bazadır. Mütləq şəkildə alınmalı olan ləvazimatlara daxildir. Daha sonra özüm üçün belə bir Miss Fizi'nin gellərini almışam. Yəni sevərək aldığım bir rəngdir bu. 121'dir bu rəngi. Çox sevirəm bu rəngi. 2 manat 80 qəpikdir bunların qiyməti. Hər birini almışam. Daha sonra bu rəngi almışam. Çox gözəl bir rəngdir bu rəngdir. Alandan bəri çox istifadə etmişəm bu rəngi. Öz dırnağımda, bacılarımın dırnağında istifadə etmişəm. Daha sonra bu rəngi də bəli istifadə etmişəm. Bacımın dırnağında da bu rəngi istifadə etmişəm. Öz dırnağımda belə şəffafın üzərindən keçmişəm. Çox gözəl bir alınıb. Və bunu da əsasən French üçün almışdım ki, French'i məşq edəndə bu ağ rəngindən istifadə edin. Bunların hər birinin qiyməti 2 manat 80 qəpikdir. Belə dostlar, bunların hər birini göstərdim mən sizə. Daha ətraflı nə sualınız olsa, şərhlərdə yazarsınız, bir-bir sizə göstərərəm, məlumat verərəm. Belə, bu şəkildə nə sualınız olsa deyə bilərsiniz. Və yekunda demək istəyirəm ki, dostlar, bu aldığım ləvazimatların hər birində ucuz məhsullardan istifadə etməmişəm. Hər birinin, yəni orta segmentdə olan məhsullardır və əksər peşəkar dırnaq qaynağı ilə məşğul olan əksər ustaların istifadə etdiyi ləvazimatlardır. Yəni onu da nəzərinizə çatdırmaq istəyirəm ki, hər usta məsəl üçün Stalex'dən istifadə etmir. Hər ustada Stalex deyil, məsəl üçün hər ustada nə bilmirəm ən peşəkar hansısa o deyil. Əksər ustaların istifadə etdiyi ləvazimatlardır bu ləvazimatlar. Mən də onlardan almışam. Sonda qiymətini deyəcəm dostlar. Çünki aparatlarla bir yerdə ümumi hesablamışdıq. Yəni bu məhsullar ayrı, aparatlar ayrı hesablamamışdıq. Sonda qiymətini deyəcəm mən sizə ki, sonda bu qədər məhsul üçün hansı qiymətlər ödəmişəm. Yəni cibinizdə təqribən bu qədər məbləğ tutun, gedin. Mən hardan almışam onu da qeyd edəcəm. Yəni təqribi bu qədər ləvazimat hazırlayan və ürəyiniz istəyirsə başlayın. Hər ay gedib 25 manat, 30 manat qaynağa verməkdənsə bir dəfə müəyyən qədər məbləğ ödəyib hər dəfə öz istədiyiniz kimi dırnağınızı evdə eləyə bilərsiniz. Məsəl üçün mən dırnağımı öyrənəndən mən özüm hər həftə demək olar dırnağımı dəyişirəm, qısalığını, uzunluğunu dəyişirəm. Düzdür, ola bilər ki, biraz professional olmur, amma ən azından səliqəli olur. Ən azından aparatların səliqəsini bilirəm ki, kim işlədib, necə işlətmişəm, təmizliyinə diqqət yetirə bilirəm. Yenə deyirəm, ola bilər ki, bir peşəkar usta baxsa çox səhvlər tuta bilər, amma yenə deyirəm, başlanğıc olaraq düşünürəm ki, pis deyil. Ən azından səliqəlidir. Belə. Növbəti videoda görüşmək üzrə dostlar. Aparatlarla bağlı video çəkəcəm, hansı aparatları almışam. İzləyin, zəhmət olmasa şərh yazın. Mənim bilmədiklərim nələr varsa qeyd edeyim, mən də sizdən öyrənim.